Aparıcı Salih Bağırov oğlu Rəvanla bağlı paylaşım edib. Aparıcı evladının ad günü olduğunu bildirib və onu bu münasibəti ilə təbrik edib. Sözü, ağlı, dili özündən böyük olan bu əla oğlanın bugün 5 yaşı tamam olur. Doğrudan əla oğlandır Rəvan, hər mənada qabaqlayıb yaşını. Arzu edirəm ki, həyatın boyu gözəl kim nə varsa qabağına çıxsın. Beləcə sənin əlin çiynimdə, mənim əlim kürəyində sağlam böyük oğlum. Qeyd edək ki, Salih 2015-ci ildə Səkinə adlı xanımla evlənib. Cütlüyün 2 evladı var.